Bakının Binəqədi rayonu Baksol yolu adlanan ərazidə kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün meyidi tapılıb. Hövsan qəsəbəsində kanalizasiya kollektorunda naməlum kişi meyidi tapılıb. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə meyidin Cümşüd Cümşüdlüyə məxsus olması müəyyən edilib. Meyid aidiyyatı üzrə təhvil verilib. Bakı-Quba Rusiya Federasiyası ilə Dövlət Sərhədi avtomobil yolunun Şabran rayon ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. 2 yük və 1 minik avtomobilinin toqquşması nəticəsində Niva markalı nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Yaralananların da olduğu bildirilir. Hazırda fakt araşdırılır.